Qanunvericiliyə əsasən ictimai yaşayış obyektlərində, o cümlədən dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə qida məhsullarının təhlükəsizliyi ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Dönər üçün istifadə olunan ət mütləq baytarlıq sanitariya ekspertizasından keçirilməlidir. Ət məhsulları müsbət 4 dərəcədən yuxarı temperaturda uzun müddət saxlanılmamalıdır. Bu, mikrobioloji çirklənmə riskinin qarşısının alınması üçün olduqca vacibdir. Bişməmiş və ya natamam bişmiş ətin istehlakı qida zəhərlənməsi riski yarada bilər. Bu səbəbdən dönər məhsulu yalnız tam bişirildikdən sonra istehlakçılara təqdim edilməli, satış zamanı bişmiş dönərin temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim edilən sos, mayonez və tərəvəzlərin də saxlanılma rejiminə nəzarət edilməlidir. İşçi heyətin şəxsi gigiyenası, iş prosesində istifadə olunan avadanlıqların və hazırlıq sahələrinin təmizliyi qida təhlükəsizliyi baxımından olduqca önəmlidir. Dönər hazırlayarkən işçi mütləq bir dəfəlik əlcək, qoruyucu geyim və baş örtüyü taxmalıdır. Çarpaz çirklənmənin qarşısının alınması məqsədilə dönər hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara toxunmasına yol verilmir. Sadalınan tələblərə riayət edilməməsi qida zəhərlənməsi və kütləvi sağlamlıq problemlərinə səbəb ola bilər. Belə hallar baş verdikdə aidiyyatı üzrə müvafiq orqanlar tərəfindən nəzarət tədbirləri həyata keçirilir və operativ müdaxilələr təmin olunur. Unutmayaq ki, dönər kimi geniş istehlak olunan məhsulların təhlükəsiz hazırlanması və satışı təkcə qanunvericilik tələbi deyil, həm də ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir qida obyekti məsuliyyətini dərk etməli, istehlakçılar isə qida seçimində diqqətli olmalıdır. İstehlakçılar da dönər istehsalı aparılan ictimai yaşayış obyektlərində tələblərdən xəbərdar olaraq ictimai nəzarəti həyata keçirə bilərlər. Hər hansı pozuntu və ya neqativ hallarla qarşılaşdıqda agentliyin 13 çağrı mərkəzinə müraciət etmələri xahiş olunur. Qida təhlükəsizliyi sağlam gələcəyin əsas şərtidir.